Salam əziz abituriyentlər, hər birinizi xoş gördük. Mən bu videoda sizə ən sadə yolla qeyri-müəyyən təsirli kalla adlı xalı necə fərqləndirməyi izah edəcəm. Mənim dostum kitab oxudu, aldığım kitab çox maraqlıdır. İlkin baxanda hər ikisi adlı xal oxşayır. Biz bilirik ki, qeyri-müəyyən təsirli kal və qeyri-müəyyən yerli kalda şəkilçi olmadığına görə hal şəkilçi, o ilkin olaraq adlı xal oxşayır. Bunu fərqləndirməyin ən sadə yolunu deyirəm sizə. Bu sözlərin qarşısına o və bu işarə əvəzliyin artırın. Yəni, o qeyri-müəyyən təsirli halda olan söz özün ani olaraq göstərəcək təsirli halda, yəni keçəcək müəyyənlik bildirəni. I+4 şəkilçinin hər hansı birini götürəcək. Mənim dostum o kitabı oxudu. Yəni, onu artırsa və yaxud da ki, bunu artırsa, bu kitabı oxudu. Bu kitabı oxudu deyə bilməsən, bu kitabı oxudu. Qeyri-müəyyən təsirli hal keçdi müəyyənliyə. Aldığım o kitab və yaxud da ki, bu kitab maraqlıdır deyə bilirsən, deməli bu adlı haldadır. Bu bir qayda. İkinci bir qaydanı deyim ki, sizə şübhələndiyin söz, yəni və yaxud da ki, verilən söz, bilmirsən, adlı haldadır yoxsa təsirli halda. Çalışdığın qədər qeyri-müəyyən təsirli halı xəbərdən, yəni hərəkət bildirən sözün yanında daha çox işlənir də. Oradan arala, qopart biraz at əvvələ. Nə qədər bacarsan at əvvələ. Bax, bu kitab sözün mən əvvələ artırsam, kitabı, yəni bu formu olacaq da, kitabı mənim dostum oxudu. Nə etdi? Oxudu eyni qaydada. Nəyi? Kitabı kim? Mənim dostum. Görürəm ki, burada adlı xala bənzərliyi olan qeyri-müəyyən təsirli hal xəbərin yanından ayrılan kimi avtomatik olaraq nəyə keçdi? Müəyyənlik bildirən təsirli hala və şəkilçi də özü qəbul etdi. Bu tipli sadə videoların gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı, bəyəni paylaşmağı unutmayın.